Salam. Əgər yolunuz mənim kanalımdan, yəni Musiqi Nəzəriyyəti kanalından keçirsə, onda kanalıma xoş gəlmisiniz. Əgər siz də mənimlə birlikdə Musiqi Nəzəriyyəti fənnini öyrənmək istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İkinci dərsimiz olacaq musiqidə səs düzümü və oktavalar haqqında olacaq. Ümumiyyətlə səs düzümü nədir? Səs düzümü musiqidə fortepiano üzrə olan səslərdir. Yəni musiqidə səslərin ardıcıl düzülməsidir səs düzümü. İlk notumuz, yəni ilk səsimiz la, son səsimiz isə do səsidir. Musiqidə 7 əsas not vardır. Do, re, mi, fa, sol, la, si. Məsələn, fortepiano baxanda do'nu haradan tapa bilərik? Belə bir sual gələ bilər sizdən. Fortepiano gördüyünüz kimi 2 qara və 3 qara pillələrdən ibarətdir. Bu həmişə belə davam edir. 2, 3, 2, 3 olmaqla. Biz do'nu sonra tapmaq istəyəndə 2 qara pillənin 2 qara pillə olduğu yerin soluna baxacağıq. Yəni 2 qara, solu, do notudur. Do, re, mi, fa, sol, la, si notu. Həmçinin do notu. Amma burada fərqlidir. Bu subkontraktavadır, bu natamam oktavadır. Bizim 9 oktavamız vardır. Subkontraktava, kontraktava, böyük oktava, kiçik oktava, birinci oktava, ikinci oktava, üçüncü, dördüncü və beşinci oktavalarımız. Bunlardan 2 oktavamız, yəni subkontur və 5-ci oktavalar natamam oktavalardır. Yəni do, re, mi, fa, sol, la, si notları yoxdur. Subkontraktavada la və si notu, 5-ci oktavada isə sadəcə do notu vardır. Tam oktavalarımız isə digər qalan oktavalar kontur, böyük, kiçik, 1-ci, 2-ci, 3-cü və 4-cü oktavalarımızdır. Nəzər yetirək oktavaların yerləşməsinə subkontraktava, kontraktava davam edirik. Böyük oktava, kiçik oktava, birinci oktava, ikinci oktava, üçüncü oktava, dördüncü oktava və son olaraq natamam 5-ci oktava. Gördüyünüz kimi sadəcə bir not var. Fortepiano qarşısında əyləşdikdə bizimlə qarşı-qarşıya olan, yəni üz-üzə olan oktava 1-ci oktava demişik. Yəni biz oturduğumuzda 1-ci oktavanın notlarını görürük. Əgər dərsi videonu bəyəndinizsə, kanalıma abunə olmağı və videoya like atmağı unutmayın. Fikirlərinizi rəylərdə bölüşərsiniz. Sağ olun.